Ümumiyyətlə, hər bayram olduğu kimi bu bayramda klinikalara müraciət edən xəstələrin əsas şikayətləri bu zəhərlənmə halları dediyimiz hallardır ki, burada əslində bir çox faktor var burada zəhərlənməyə səbəb verən. Bayram günlərində ən çox gördüyümüz hallardan biri qidalanma faktorudur ki, belə ki, insanlar qidalanmada bəzən olur ki, hazır mayonezli salatlar və yaxud da digər salatları, hazırlanmış salatların uzun müddət sonra yenə istifadə etmələridir ki, belə ki, əgər biz bu salatları hazırladıqsa, mayonezli salatlar otaq temperaturunda 2 saatdan çox qalmamalıdır. Əgər soyuducuya qoyacaqsa da biz bunu 12 saatdan sonra istifadə etməməliyik. Amma çox təəssüflər olsun ki, biz bu salatları təkrar-təkrar istifadə edirik və bu qaydalara əməl etmirik. Və bundan başqa digər zəhərlənmə halları spirtli içkilərdən qaynaqlana bilir və yaxud da yeməklərin qarışması nəticəsində bir çox yeməyin artıq eyni anda istifadə olması nəticəsində də zəhərlənmə halları müşahidə oluna bilər. Bir də dediyimiz kimi ehtiyatsızlıq nəticəsində baş vermiş zəhərlənmə halları var ki, xüsusən uşaqlar arasında biz bunu daha çox görürük. Evdəki hər hansısa bir dərmanın ortalıq bir yerdə qoyulması və yaxud da bəzi həşəratları öldürmək üçün və yaxud da sürüngənləri öldürmək üçün istifadə olunan bəzi zəhərli maddələr var ki, bunların ortalıqda istifadə olunması da bu zəhərlənmə hallarını gətirib çıxarda bilər. Bir də intihar məqsədi ilə artıq istifadə etmə məsələləri də gündəmdədir ki, ona görə yəni burada biz zəhərlənmə hallarının sadəcə bir səbəbə görə yox, bir çox səbəbə görə bayramda bunlar artır. Ona görə də biz Səhiyyə Nazirliyi olaraq mütləq şəkildə bayramdan öncə bayram günlərində qidalanmanın nə qədər önəmli olduğunu, nələrə önəm verəcəklərini biz detallı şəkildə izah olunmuşdur. Çünki gözəl bir söz var, xəstələnməmək xəstələnib sağalmaqdan daha yaxşıdır. Ona görə də hər şeyin öncəsindən tədbir görülməsi daha məqsədə uyğundur.